Üzvi birləşmələrin nomenklaturası. Üzvi kimya karbon birləşmələrinin quruluşunu və onların bir-birinə çevrilmələrini öyrənir. Bugünə kimi 13 milyondan çox üzvi birləşmə məlumdur. 19-cu əsrin birinci yarısında İsveç kimyaçısı Berzelius təklif etdi ki, canlı orqanizmlərdən alınan maddələrə üzvi maddələr və onları öyrənən elmə də üzvi kimya desinlər. Ancaq Berzelius da, onun dövründəki digər alimlər də fikirləşirdilər ki, üzvi maddələr qeyri-üzvi maddələr kimi laboratoriyada sintez edilə bilməz. Ancaq 1824-cü ildə Wöhler ilk dəfə olaraq oksalat turşusunu sintez etdi. Bununla da üzvi maddələrin sintez olunması digər alimlər tərəfindən həyata keçirilib. Üzvi maddələrin quruluşunun öyrənilməsinə bir neçə alim təkan vermişdi. Ancaq ən həlledici rola malik olan Butlerov olub. O, üzvi maddələrin quruluş nəzəriyyəsini və onunla bağlı dərsliklər yazmışdı. Quruluş nəzəriyyəsinin əsas 4 müddəası var. Birinci müddəada deyilir ki, üzvi maddələrin molekullarını əmələ gətirən bütün atomlar valentliklərinə uyğun olaraq müəyyən ardıcıllıqla birləşmişdir. Molekulların valentliyə uyğun rabitələrlə göstərilməsi sxematik təsviri quruluş formulları adlanır. Nəzəriyyənin ikinci müddəasında isə deyilir ki, maddələrin xassələri nəinki maddələrin tərkibindəki hansı atomların və hansı sayda daxil olmasından, həm də molekullarda atomların birləşmə qaydasından asılıdır. Bu müddəa izomerlik hadisəsinə əsaslanır. İzomerlərin tərkibi və molekul kütlələri eyni olur. Lakin kimyəvi quruluşu müxtəlifdir və buna görə də xassələri də bir-birindən fərqlənir. Məsələn, butan və izobutan quruluş izomerləridir. Ancaq butan mənfi 0,5 dərəcədə, izobutan isə mənfi 11,7 dərəcədə qaynayır. Yəni, qaynama temperaturları fərqlidir. Siniflər arası izomer olan propilen və siklopropan da həm fiziki, həm də kimyəvi xassələrinə görə bir-birindən fərqlənirlər. Müəyyən bir maddənin xassələrinə əsasən onun molekulunun quruluşunu aydınlaşdırmaq, molekulun quruluşuna görə isə xassələrini əvvəlcədən söyləməyin mümkün olduğu quruluş nəzəriyyəsinin 3-cü müddəasında qeyd edilib. Ən son müddəada isə deyilir ki, maddələrin molekullarındakı atom və atom qrupları bir-birinə qarşılıqlı təsir edir. Bu təsirə əsasən bir çox maddənin kimyəvi və fiziki xassələrində dəyişikliklər olur. Üzvi maddələr molekulunun quruluşuna görə iki cür təsnif olunur. Birincisi karbon zəncirinin quruluşuna görə, ikincisi isə funksional qrupun olmasına görə. Karbon zəncirinin quruluşuna görə üzvi maddələr açıq zəncirli, yəni alifatik və qapalı zəncirli, yəni siklik quruluşda olur. Açıq zəncirli karbohidrogenlər də iki yerə bölünür. Doymuş karbohidrogenlər və doymamış karbohidrogenlər. Doymuş karbohidrogenlərə alkanlar aiddir, doymamışlara isə alkenlər, alkinlər və alkadienlər aiddir. Siklik karbohidrogenlər də alisiklik və aromatik karbohidrogenlərə ayrılır. Alisiklik karbohidrogenlərə sikloalkanlar aiddir, aromatik karbohidrogenlərə arenlər də deyilir. Arenlərə isə benzolu və toluolu misal göstərə bilərik. Test 1. Heksenin izomerini göstərin. Heksen alkenlərə aiddir. Alkenlərin ümumi quruluşu CnH2n-ə bərabərdir. Alkenlərdən başqa sikloalkanlar da eyni formula malikdirlər. Yəni, onların formulu da CnH2n-dir. Buna görə də alkenlər və sikloalkanlar siniflər arası izomerlərdir. Heksen 6 karbonlu alkendir. Onun siniflər arası izomerində də 6 karbon olmalıdır. Buna görə də sikloalkanların 6 karbonu olan nümayəndəsini düzgün cavab olaraq götürməliyik. Cavab variantlarının arasında B variantında metil siklopentan sikloalkanlara aiddir.
və tərkibində 6 karbonu var. Buna görə də düzgün cavab metil siklopentandır. Başqa bir test sualı gələ bilər. Hansı qrafik izomerləşməni əks etdirir? Misalda verilən 3 qrafikin hər birində 2 dəyişən verilib. Bu əyrilərin son mol sayından başlanğıc mol sayını çıxıb, zaman keçdikcə neçə mol olduğunu tapa bilərik. Birinci qrafikdə hər iki əyrinin son qiymətindən başlanğıc qiymətini çıxsaq 2 alınacaq. İkinci qrafikdə əyrilərin sonundan başlanğıcını çıxdıqda birinci əyridə 2, ikinci əyridə isə 3 alınır. Üçüncü qrafikdə də hər iki əyrinin sonundan başlanğıcını çıxdıqda yenə 2 alınır. Hər iki əyridə də eyni qiymət aldığımız qrafiklər izomerləşməni əks etdirir. Buna görə də düzgün cavab D bəndidir. Yəni birinci və üçüncü qrafiklər izomerləşmə qrafikləridir. Başqa bir test sualı. Tərkibində bir ədəd ikili karbon olan doymuş bir atomlu üçlü spiritin 1 molu 112 ml suda həll olaraq 44% məhlul əmələ gətirir. Bu spiriti beynəlxalq nomenklatura ilə adlandırın. Bu məsələni həll etmək üçün ilk öncə 44%li məhlulda nə qədər maddənin, yəni spiritin həll olduğunu tapmalıyıq. Bilirik ki, həll olan maddənin kütlə payı həll olan maddənin kütləsi bölünsün, məhlulun kütləsi vurulsun 100%də hesablanır. Omeqanın yerinə 44% yazırıq, məhlulun kütləsinin yerinə isə həll edicinin kütləsi, üstəgəl həll olan maddənin kütləsini yaza bilərik. Həll edici sudur. Ona görə verilən həcmi həll edicinin kütləsi olaraq götürürük. Verilənləri yerinə qoyuruq və həll olan maddənin kütləsini 88 olduğunu tapırıq. Tapdığımız rəqəm spiritin kütləsidir. Çünki həll olan maddə spiritdir. Spirtlər dərsindən bildiyimiz kimi spirtlərin molekul kütləsi 14N üstəgəl 18-ə bərabərdir. N 5-ə bərabərdir. Məsələnin şərtində verilib ki, spirtdə bir ədəd ikili karbon atomu var. Həm də qeyd olunub ki, spirt üçlü spirtdir. Üçlü spirt o deməkdir ki, OH qrupu üçlü karbon atomuna birləşsin. Bütün bunları nəzərə alaraq soruşulan spirtin 2 metil butanol 2 olduğunu tapırıq. Test 4. Cədvəldə verilmiş maddələr, yəni alkin, doymuş bir atomlu spirt, doymuş bir əsaslı karbon turşusu. Sağ tərəfdə isə cədvəldə molekulundakı hidrogen atomlarının sayı, yəni X, Y, Z olaraq göstərilmişdir. Soruşulur ki, siniflər arası izomeri olmayan birləşmələrdə X, Y və Z-in maksimum sayını müəyyən edin. Alkinlərin siniflər arası izomerləri alkadienlərdir. Bu izomerlik isə propindən başlayır. Çünki bildiyimiz kimi asetilində 2 karbon atomu var və buna görə də orada 2 qat rabitə ola bilmir. Alkadienlərdə isə ən az 3 karbon atomu olmalıdır. Buna görə də X 2-dir. Çünki asetilenin formulu C2H2-dir. Yəni 2 hidrogen atomu var. Doymuş bir atomlu spirtlər sadə efirlərlə siniflər arası izomerdir. Bilirik ki, sadə efirlərin birinci nümayəndəsi dimetil efiridir. Bu efir etanolla siniflər arası izomerdir. Metanolun siniflər arası izomeri yoxdur. Metanolda 4 hidrogen atomu var. Yəni ümumi quruluşu CH3OH-dır. Deməli Y 4-dür. Karbon turşuları və mürəkkəb efirlər siniflər arası izomerlərdir. Turşuların ilk nümayəndəsi olan qarışqa turşusunun siniflər arası izomeri yoxdur. Çünki mürəkkəb efirlərin ilk nümayəndəsində 2 karbon atomu var. Qarışqa turşusunda 2 hidrogen atomu var. Buna görə də düzgün cavab D bəndidir. Başqa bir test sualı. Verilmiş birləşmədə, yəni 2,2 dimetil butanda ilk öncə temperatur katalizator iştirakı ilə X maddəsinə çevrilir. Daha sonra
üstəgəl hidrogen xlorid Y maddəsinə, daha sonra üstəgəl 2 natrium Z maddəsinə çevrilir. Və sualda soruşulur ki, Z maddəsini beynəlxalq üsulla adlandırın. İlk öncə misalda birinci verilən maddə alkandır. Daha sonra onu qızdıraraq dehidrogenləşdirirlər. Yəni 1 mol hidrogen xaric olunur. Bu zaman reaksiyadan alken alınmalıdır. Alken alınanda 2 qat rabitə 3-cü və 4-cü karbon atomları arasında olur. Çünki əks halda karbon 5 valentli olar. Bu da mümkün deyil. Alınan alkenin üzərinə xlorid turşusu gəliblər. Bu reaksiya Markovnikov qaydasına əsasən baş verir. Yəni hidrogen çox hidrogen olan karbona, halogen isə az hidrogeni olan karbona birləşəcək. Bildiyimiz kimi alkanların Würz reaksiyası ilə alınmasında alkil halogenidlərə qələvi ilə təsir edirlər. Alınan alkil halogenidə natriumla təsir etdikdə alkil radikalı halogenin olduğu karbondan eyni ilə təkrarlanır. Nəticədə alınan alkanı adlandırmaq üçün birinci ən uzun zəncir seçilir, şaxələnmənin yaxın olduğu tərəfdən nömrələnmə başlanmalıdır. Bu məsələdə alınan alkanda hər iki tərəfdən də şaxələnmə bərabər olduğu üçün istədiyimiz tərəfdən nömrələyə bilərik. Daha sonra sırayla radikalların olduğu karbonun nömrəsini qeyd edirik. Neçə radikal varsa onun sayını Yunan sayı ilə qeyd edirik. Bu alkanda 6 metil radikalı var. Ona görə də karbonların nömrələrini yazdıqdan sonra heksa metil qeyd olunur. Uzun zəncirdə 6 karbon atomu var. Bu da heksana uyğun gəlir. Buna görə də alınan Z maddəsinin adı 2, 2, 3, 4, 5, 5 heksametil heksan olacaq. Yəni düzgün cavab A variantıdır. Başqa bir test sualı isə belə ola bilər. Cis trans izomeri olan və tərkibində bir ədəd üçlü karbon atomu olan alken molekulundakı sp3 hibrid orbitallarının sayı alkandakı sp3 hibrid orbitallarının sayından 1,5 dəfə azdır. Bu alkeni beynəlxalq nomenklatura ilə adlandırır. Alkenlər doymamış karbohidrogenlərə aiddir. Çünki molekulunda bir ədəd 2 qat rabitə var. Buna görə də hər zaman 2 karbon atomu sp2 hibrid halında olur. Qalan karbonlar isə sp3 hibridləşməsindədir. Alken molekulunda n sayda karbon atomu varsa, onlardan ikisi sp2 hibrid halındadırsa, onda n-2 sayda karbon sp3 hibrid halında olacaq. Bilirik ki, sp3 hibridləşmədə 4 hibrid orbitalı var. Deməli, alken molekulunda 4n-8 sayda sp3 hibrid orbitalı var. Alkanlarda isə bütün karbon atomları sp3 hibrid halındadır. Yəni 4n sayda sp3 hibrid orbitalı var. Verilən çalışmanı həll etmək üçün bu hibrid orbitallarının sayını yadımıza saldıq. Çalışmada deyilir ki, karbon atomlarının sayı bərabər olan alkandakı hibrid orbitallarının sayı alkenin hibrid orbitallarının sayından 1,5 dəfə çoxdur. Demək ki, biz alkenin hibrid orbitallarının sayını 1,5-ə vursaq, alkanın hibrid orbitallarının sayına bərabər olacaq. Buna görə də alkenin orbitallarını 1,5-ə vurub 4n-ə bərabər götürürük. Tənlikdən tapırıq ki, hər iki karbohidrogəndə də 6 ədəd karbon atomu var. Bu alkeni adlandırmaq üçün əvvəlcə məsələdə qeyd olunanlara diqqət etməliyik. Qeyd olunub ki, soruşulan alkenin cis trans izomeri var. Bilirik ki, cis trans izomeri olan alkenlərdə 2 qat rabitə heç zaman birinci karbonda olmur. Həm də qeyd olunub ki, alken molekulunda bir ədəd üçlü karbon atomu var. Biz əvvəlcə molekulda üçlü karbon atomu olması üçün uzun zəncirdə bir karbonu radikal kimi yazırıq. Sonra da cis trans izomeri olması üçün
birinci karbona 2 qat rabitəni qoymuruq. Deməli, 2 qat rabitənin birinci karbonda olmadığı və üçlü karbonu olan alken Y bəndindəki cavaba uyğun gəlir. Yəni 4 metil penten 2 məsələdə soruşulan alkendir. Test 7. 8,6 qram aldehidin oksidləşməsindən 12,9 qram doymuş bir əsaslı karbon turşusu alınmışdı. Turşu molekulunda bir asimetrik karbon atomu varsa, onu beynəlxalq nomenklatura ilə adlandırın. Karbon turşuları aldehidlərin oksidləşməsindən alınır. Bilirik ki, aldehidlərin ümumi formulu CnH2nO'ya bərabərdir. Karbon turşularının formulu isə CnH2nO2-dir. Yəni, onlar bir oksigen atomuna görə fərqlənirlər. Ümumi formuldan görürük ki, aldehidlərin molekul kütləsi 14N üstəgəl 16-ya, karbon turşularının molekul kütləsi isə 14N üstəgəl 32-yə bərabərdir. Məsələnin şərtində verilib ki, 8,6 qram aldehiddən 12,9 qram turşu alınıb. Tənasüb yolu ilə biz N-i tapırıq. Hesablamalardan N-in qiymətinin 5 olduğunu tapdıq. Çalışmada verilib ki, karbon turşusunda asimetrik karbon atomu var. Bilirik ki, asimetrik karbon atomunun hər tərəfinə, yəni 4 tərəfinə də fərqli radikallar birləşməlidir. Buna görə də şaxələnməmiş 5 karbonlu turşuda asimetrik karbon atomu olmayacaq. Sadəcə uzun zəncirdə bir karbon ikinci karbon atomuna birləşdirsə, ikinci karbon atomu asimetrik karbon olacaq. Çünki onun bir tərəfində hidrogen, bir tərəfində etil, bir tərəfində metil və bir tərəfində isə karboksil qrupu olacaq. Uzun zənciri nömrələməyə karboksil qrupundakı karbondan başlayırıq. Ən uzun zəncirdə 4 karbon atomu var. Yəni, butan turşusuna uyğundur. İkinci karbona isə metil qrupu birləşir. Buna görə də karbon turşusunun adı 2 metil butan turşusu olacaq.